Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Sual olunur ki, Risalədə yazılan işqallıdır və yaxud da bu məsələdə işqal vardır sözünün mənası nədir? İşqallıdır, yəni bu məsələdə irad vardır. Müctehid onu yazmaqla onu bildirmək istəyir ki, məsələdə, yəni mən fətva verməmişəm. Bu məsələdə işqal var, yəni bir irad var, burada fətva vermək müşküldür. Bəs bu halda mükəlləf nə etməlidir? İşqallıdır, elə eyni ehtiyat vacibin mənasındadır. O ki, əvvəlki videoda izah eləmişdik, ehtiyat vacib, ehtiyat lazım olanda nə etməliyik? Demişdik ki, mükəlləf ixtiyar sahibidir. Ehtiyat vacibdə ya gərək əməl eləsin, ya da başqa fəqihə ələm fələləm qaydasına riayət eləməklə udul eləsin, keçsin. Burada da eyni o cürdür. Müctehid işqallıdır, məsələdə işqal vardır dediyi yerdə elə eyni mənası budur ki, ehtiyat vacibə əsasən bu cürdür, ehtiyat lazımə əsasən bu cürdür. Yəni, mükəlləf yenə də iki şey arasında ixtiyar sahibidir. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.